Salam uşaqlar, bugün sizə elektroskop məsələlərini izah etmək istəyirəm. Burada iki hal olur. Bir toxundurma məsələsi olur, bir də yaxınlaşdırma məsələsi olur. Gəlin ilk öncə toxundurma halını araşdıraq. Burada bir elektroskop çəkmişəm. Elektroskopun kürəsi olur, gövdəsi olur və vərəqləri olur. Vərəqlərə bəzən köynəklər də deyirlər. Və ən yaxşı bu məsələləri başa düşməyin üsulu qiymət verməkdir. İndi birazdan qiymətlər verəcəm, tam başa düşəcəksiniz. Belə bir məsələ verirəm. Deyirəm ki, elektroskopun kürəsi yüksüzdür və bura müsbət yüklənmiş bir çubuq toxundurulur. Elektroskopun və kürəsi və vərəqləri necə işarə ilə yüklənmiş olar? Necə yüklənər? Yüksüz deyəndə uşaqlar elə ağlınıza gəlməsin ki, burada ümumiyyətlə yük yoxdur və yaxud da deyirlər neytral cisim. O demək deyil ki, burada heç yük yoxdur. Yox, sadəcə müsbət yüklərlə mənfi yüklərin sayı bərabər olur. Tutaq ki, 3 müsbət olur, 3 mənfi olur. Bunların sayı bərabərdir deyə toplayanda neytral olurlar da, düzdürmü? 0 olurlar. Ona görə deyirlər ki, yüksüz cisim. Amma o demək deyil ki, burada yük yoxdur. Sadəcə yenə deyirəm, yüklərin, yəni müsbət yüklə mənfi yükün sayı bərabərdir. İndi gəlin özümüzdən qiymət verək. Deyirik ki, elektroskopun yükü 0-dır, neytraldır. Yaxınlaşdırılan cismin də yükü olsun müsbət 4Q. Cisim, yəni C hərfi, indeksə C hərfi yazdım, yəni cismi bildirir. Siz bilirsiniz ki, biz eyni radiuslu kürələri toxunduranda da buna eləyirdik ki, Q1 ştrix bərabərdir Q2 ştrix, yəni yüklər bərabərləşir toxunmadan sonra və toplayıb yarıya bölürük. Yüklər toplanır, yarıya bölünür. Yəni 0-ın üstünə gələrəm, müsbət 4Q-nü bölərəm 2-yə, eləyər müsbət 2Q. Baxın, elektroskopun yükü əvvəl 0 idi, indi isə oldu müsbət 2Q. Cismin yükü də oldu müsbət 2Q. Bizim işimiz elektroskoplandı. Elektroskop əvvəl 0 idi, indi oldu müsbət 2Q. Yükü artdı. Yükü artdısa, burada yazılacaq ki, köynəklər biraz açılacaq, aralanacaq. Açılacaq, belə yazaq. Çünki əvvəl 0 idi, indi yükü artdı, oldu müsbət 2Q. Və təbii ki, müsbət yükləndir, həm kürə, həm də vərəqlər. Sonra gəlin burada bir neçə halda araşdıraq. Birinci hal o olsun ki, elektroskopun yükü cismin yükündən böyük olsun. İkinci hal o olsun ki, elektroskopun yükü cismin yükünə bərabər. Üçüncü hal isə elektroskopun yükü cismin yükündən kiçik olsun. Yenə elektroskopu çəkirəm. Və bura yenə çubuq yaxınlaşdırılır. Daha doğrusu toxundurulur. Elektroskopun yükü olsun birinci halda müsbət 10Q. Çubuğun da yükü olsun, cismin yükü də olsun, tutaq ki, müsbət 6Q. Gördüyümüz kimi elektroskopun yükü cismin yükündən böyükdür. Yenə bayaqki kimi toxundurulandan sonra yüklər bərabərləşib, toplayıb bölərik 2-yə. Yəni 10Q plus 6Q bölü 2 alarıq 8Q müsbət. Elektroskopun yükü oldu müsbət 8Q, cismin yükü oldu yenə müsbət 8Q. Bizim işimiz elektroskoplandı. Elektroskopa baxırsınız ki, əvvəl yükü müsbət 10Q idi, indi isə oldu müsbət 8Q. Yük azaldı. Yük azaldığına görə vərəqlər biraz qapanacaq. Vərəqlər biraz qapanacaq. Sonra gəlin ikinci hala baxaq. İkinci halda deyirəm ki, yüklər bərabərdir. Yəni elektroskopun da yükü, toxundurulan cismin də yükü. Tutaq ki, elektroskop da olsun müsbət 6Q, cismin də yükü olsun müsbət 6Q. Təbii ki, Q1 ştrix Q2 ştrixə bərabər olacaq. Yenə toplayacağıq, böləcəyik 2-yə. Təbii ki, eyni cavab alınacaq müsbət 6Q. Yenə də elektroskopun da yükü oldu müsbət 6Q, cisminki də oldu müsbət 6Q. Yəni bu deməkdir ki, vərəqlərdə heç bir dəyişiklik olmayacaq. Dəyişiklik olmayacaq. Üçüncü hala gəlin baxaq. Üçüncü halda isə deyirəm ki, elektroskopun yükü, tutaq ki, kiçik olmalıdır cismin yükündən. Elektroskopun yükü olsun müsbət 6Q, cismin yükü olsun müsbət 8Q. Gördüyümüz kimi elektroskopun yükü cismin yükündən kiçikdir. Yenə toxundurulduğuna görə yazarıq Q1 ştrix bərabərdir Q2 ştrixə, toplayarıq, bölərik 2-yə. Bu eləyəcək müsbət 7Q. Elektroskopun yükü əvvəl müsbət 6Q idi, indi oldu müsbət 7Q. Cismin yükü oldu müsbət 7Q. Elektroskopun yükü əvvəl müsbət 6Q idi, indi oldu müsbət 7Q. Yük artdığına görə vərəqlər bir qədər açılacaq.
aralanacaq. Fərqi yoxdur. Hansı söz yazırsınız, yazın. Sonra bunu araşdırdıq. İndi gəlin biraz da mənfi və müsbətlə də göstərim sizə. Yenə eyni hal yazıram əslində. Yenə eyni şeyi yazacağım. İndi gəlin bunu öyrənək. Elektroskopu çəkmişəm. Deyirəm ki, elektroskopun yükü olsun müsbət 10 kü. Toxundurulan cismin yükü də olsun. Tutaq ki, mənfi 6 kü. Biri müsbət verirəm, biri mənfi. İndi görək nə baş verəcək. Mənfi yüklənmiş çubuq yaxınlaşdırılır. Yenə elektroskopun yükü cismin yükündən böyükdür gördüyümüz kimi. Yenə eyni qaydada toplayıb böləcəksiniz ki, yəni yazacağım 10 kü çıxılsın 6 kü böl 2. Alacağım 4 kü. Müsbət 4 kü. Elektroskopun yükü oldu 4 kü, cismin yükü də oldu yenə müsbət 4 kü. Elektroskop əvvəl müsbət 10 kü idi, indi oldu müsbət 4 kü. Yük azaldığına görə köynəklər biraz qapanacaq. İndi bərabər verəcəm, amma modulda bərabər verəcəm. Ümumiyyətlə, burada biz modulla baxırıq yüklərə, yadınızda qalsın. Bax, deyirəm ki, elektroskopun yükü olsun müsbət 10 kü. Yaxınlaşdırılan çubuğun, daha doğrusu toxundurulan çubuğun yükü olsun mənfi 10 kü. Baxın, modulca bunlar bir-birinə bərabər, düzdürmü? Yenə yazarsınız Q1 ştrix bərabərdir Q2 ştrixə. 10 kü. 10 kü çıx 10 kü böl 2. Aha, 0 aldıq. Elektroskopun da yükü 0 oldu. Cismin də yükü 0 oldu. Bu zaman ümumiyyətlə tamamilə köynəklər tam qapanacaq. Tam qapanacaq. Çünki yükü biz 0 aldıq. Tam qapanacaq. Üçüncü halda isə elektroskopun yükü kiçik olsun cismin yükündən. Toxundurulur bura bir cisim. Deyək ki, elektroskopun yükü olsun müsbət 6 kü. Cismin yükü olsun mənfi 8 kü. Baxın, mənfi olmağına baxmırsınız. Bu cismin yükü elektroskopun yükündən böyükdür. Müsbət baxırsınız, modulda baxırsınız. 8 kü 6 küdən böyükdür. Ona görə deyirsiniz ki, elektroskopun yükü, yəni 6 kü 8 küdən kiçikdir. İşarəyə baxmayın uşaqlar. Burada yenə deyirəm, modulda baxırsınız. Hə, yenə nə edirəm? Yazaram Q1 ştrix bərabərdir Q2 ştrixə. Mənfi 6 kü plus yox, üzr istəyirəm, müsbət 6 kü plus mənfi 8 kü böl 2. Bu da eləyəcək mənfi 2 kü. Düzdürmü? Mənfi 2 kü aldım. Elektroskopun da yükü mənfi 2 kü oldu. Cismin də yükü mənfi 2 kü oldu. İndi ən maraqlı hal budur. Baxın, elektroskopun yükü əvvəl müsbət 6 kü idi. İndi isə oldu mənfi 2 kü. Yadınızda qalsın, müsbətdən mənfiyə keçəndə və yaxud da əvvəl mənfi idi, indi müsbət oldu. Yəni, işarə dəyişərsə yadınızda qalsın ki, burada bir hal olur. Köynəklər əvvəlcə qapanır. Köynəklər əvvəlcə biraz qapanıb, sonra açılacaq. Sonra açılacaq. Bax, bu hal yadda saxlayırsınız ki, əvvəl mənfi, sonra müsbət olursa və yaxud da əvvəl müsbət idi, sonra mənfi olursa, işarə dəyişərsə, biraz qapanır, sonradan açılır. Bax, toxundurma məsələlərində bunu izah etmək istədim sizə. İndi isə gəlin baxaq yaxınlaşdırma məsələlərinə. Yaxınlaşdırma. Yenə elektroskop çəkmişəm. Tutaq ki, elektroskop bu dəfə yüksüzdür və bura yaxınlaşdırıram müsbət yüklənmiş bir çubuq. Nə baş verər? Yadınızda qalsın ki, hərəkət edənlər həmişə mənfi yüklərdir. Müsbət yüklər yerindən tərpənmir. Hərəkət edənlər həmişə mənfilərdir. Və yadınızda qalsın ki, müsbət müsbəti itələyir. Mənfi mənfini itələyir, müsbət mənfini isə cəzb edir. Mən həmişə deyirəm ki, müsbətin müsbətdən xoşu gəlmir, mənfinin də mənfidən xoşu gəlmir, itələyirlər bir-birlərini. Amma müsbət mənfini xoşu gəlir. İndi burada yenə deyirəm, neytral yüksüzdür, o demək deyil, burada yük yoxdur. Xeyr, burada tutaq ki, 3 dənə müsbət varsa, 3 dənə də mənfi var. Və həmçinin deyirik, 3 dənə müsbət varsa, 3 dənə də mənfi var. Yəni, burada müsbətlərlə mənfinin sayı bərabərdir. O deməkdir, ona görə deyirlər neytraldır. Hə, indi bura siz müsbət yaxınlaşdırmısınız deyə, bax, müsbət yaxınlaşdırmısınız deyə, vərəqlərdəki mənfilər eşidir ki, müsbət gəlib. Hə, nə yaxşı müsbət gəlib. Çıxırlar yuxarı, kürə olur, mənfi ilə yüklənmiş olur. Yuxarı çıxırlar, buradakı artıq mənfilərin sayı azalır, mənfilərin sayı azalır. Müsbətlərin sayı çoxalmış olur. Çünki burada mənfilər hamısı neynədir? Çıxdı yuxarı. Çıxdı yuxarı kürəyə müsbəti görməyə.
Ona görə burada müsbətlərin sayı çoxalmış olur və ona görə vərəqlər bir qədər aralanar. Və nəticədə kürənin soruşacaq sizdən, kürənin yükü nə olar? Kürənin yükü təbii ki, mənfi yüklənmiş olar. İndi bir halda deyim sizə, tutaq ki, bura mənfi yüklənib, vərəqlər də mənfidir, eyni işarə ilə yüklənib vərəqlər də. Və buraya yaxınlaşdığımızız yenə mənfi yüklənmiş çubuq. Nə baş verər? Dedim ki, mənfinin mənfidən xoşu gəlmir. Bu kürədəki mənfilər qaçır aşağı. Qaçır aşağı. Və burada nəticədə nələr üstünlük təşkil eləmiş olur? Müsbətlər üstünlük təşkil edir. Nəticədə kürə müsbət yüklənir. Aşağıda da mənfilərin sayı daha da çoxaldığına görə vərəqlər bir qədər aralanacaq, açılacaq. Və yaxud da deyirəm ki, kürə müsbət yüklənib. Bura yenə müsbət gətirirsən. Müsbət yüklənmiş çubuq yaxınlaşdırırsan. Müsbətin müsbətdən xoş gəlmir. Və hərəkət edənlərdə mənfilərdir. Bax, görürsünüz, demirəm, yuxarıdakı müsbətlər aşağı düşür. Xeyr, müsbət tərpənmir. Aşağıda olan, axı burada mənfilər də var. Aşağıda olan mənfilər qaçır kürəyə. Kürə nəticədə mənfi ilə yüklənmiş olur. Və burada müsbətlərin sayı daha da çoxalır deyə vərəqlər biraz da açılacaq. Çünki müsbətlər çoxaldı burada. İndi deyirəm ki, kürə mənfi olsun. Vərəqlərdə də mənfilər. Və buraya yaxınlaşdırırsan müsbəti. Müsbət çubuq yaxınlaşdırırsan. Bu müsbətin gəldiyini eşidən aşağıdakı mənfilər biraz da çıxır yuxarı, görsün müsbəti. Kürə mənfi qalır, amma burada artıq mənfilərin sayı azalır. Müsbətlər artıq üstünlük təşkil etməyə başlayır deyə bir qədər qapanma baş verəcək. Çünki aşağıda mənfilərin sayı artıq azalır. Əvvəlki yüklərin sayına baxırsınız siz. Əvvəl mənfilər idi. Artıq indi mənfilərin sayı azalıbsa qapanma baş verəcək. Aydındır mı? Bax belə. Bu qədər uşaqlar, ümid edirəm, elektroskop məsələləri sizin üçün aydınlaşmış oldu. Sağ olun.